Adını da bilsən nə qoyublar, necə təmizə çıxardılar özlərini? Vəsilə, Vəsilə. vasitə, nə bilim, Neynir? yol. Şirkə don geyindirib. Neynir gör? Deyir ki, söhbətə bax. Vallahi. Belə söhbət eləmirsən, danışmırsan. Necə gör şirkə don geyindirib. Deyir ki, sən dediyin o vaxt şirk olur ki, insan o vaxt müşrik olur ki, o çağırdığı kimdirsə, indi imam filan da, Allahdan başqası, Allah bilib çağırsın. Mən ki, onu Allah bilib çağırmıram. Deməli, mən Allaha şərik qoşmuram. Allaha nə vaxt şərik qoşulur? Allahla yanaşı ikinci Allah götürəndə. Mən ki, İmam Hüseyni Allah saymıram. Sən Rafiziyə sual verirsən ki, qardaş, İmam Hüseyin Allahdır. Deyir, yox, əvzu billah, təkdir Allah. Və salam, canını qurtardı şirkdən. Hə, nə vaxt o imamları, çağırdıqlarımı Allah bilib çağıracam, onda mənə deyərsən ki, şərik qoşdum Allaha. Deməli, qardaş, sən Allah bilmə, nə istəyirsən elə? Şərikdən əsalamət yoxdur, şirkdən. Get, qardaş, namaz qıl, oruç tut, bilmə Allah. Yalvar, ağla, dua elə, çağır, ehtiyaclarını istə, hər şey birbaşa özündən istə. Bilmə Allah. Və salam, sən təmiz muvahhidsən. Onlara görə muvahhid budur. Onlara görə muvahhid şirk yoxdur, şirk. Allaha ortaq. İkinci Allah var deyəndə olur. Hansı Rafizi deyir, ikinci Allah var? Demirək heç biri. Deməli, Rafizlər kimi təmiz tohid əhli yoxdur sən demə. Müşriklər demirdi. Halbuki bunu müşriklər eləmirdi Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında. Vallahi. Biz vasitə ilə yaxınlaşırıq deyirdilər. Biz onlara ona görə üst tuturuq ki, Allaha yaxınlaşdırsınlar. Eyni sənin əməlindir, qardaş. O səndən yaxşı idi. Və yəquluna həuləi şüfəauna indəllah. Deyirdilər ki, Allah deyir. Deyirdilər ki, onlara belə bir şey baxmayın. Onlar Allah yanında bizim şəfaətçilərimizdir. Eyni Rafizi kimi bunlar bizim Allah yanında şəfaətçilərimizdir. O müşrik olur, sən müşrik olmursan. Niyə? Müşrikin buynuzu olmur ki. Hə, yox, Allah bilib çağırmırsansa, hər şey əladır. Vallahi Məkkə müşrikləri Allah bilib çağırmırdılar. Çağırmırdılar. Müşrik olur. Amma müşrik idilər. Ona görə o Rafizlərə deyəndə bu kimi şeylər, yox, qardaş, problem yoxdur. Get nə istəyirsən İmam Hüseynindən, get birbaşa özündən istə. Nə problemdir ki, Allah bilmirsən ki, tam rahat ol. Belədir yəni. Deyəndə də şər